Sevgili dinleyiciler, Araz gülü, Araz aşıq havası barədə məlumatı nəzərinizə çatdırırıq. Bu havanı 20-ci yüzülün 60-cı illərində Təbriz Qaradağ aşıq mühitinin Xudafərin bölgəsində yaşayıb yaradan hər hansı aşıq deyil, Bəhmən Zamani adında bir müəllim, Səməd Behrənginin Araz çayında boğulması ilə əlaqədar yaradıb. Səməd Behrəngi Şah, Pəhləvi hökumətinin əleyhinə olduğu üçün Bəhmən Zamani kimi bir çox müəllimlər belə düşünürdülər ki, Səməd Şahın adamları Sabah tərəfindən Arazda boğulub. Buna görə onlar öz bayatıları ilə Araz çayını belə qınıyırdılar. Görüm qurusun başın, axıtdın gözüm yaşın, Səmədimin yoldaşın, ağlar qoydun, yan Araz. Səməd Behrəngi İranda yaşayan özgə dilli xalqların, xüsusilə də Azərbaycanlıların dilləri ilə bağlı rəsmi olaraq məktəblərdə təhsil olmadığına görə hər zaman hökumət başçılarına aydın şəkildə etirazını bildirirdi. Elə o səbəbdən də belə bir bayatı qoşub həmin havada oxuyurdular. Səməd gəlir gülə-gülə, bax döşündə qızıl gülə, hər əlində 4 kitab, döndərib bizim dilə. Yeri gəlmişkən qeyd edilməlidir ki, o zaman Cənubi Azərbaycanın böyük ozanı, Bəhmən Zamani ilə birgə məktəbdə müəllim işləyən Ustad Aşıq Murad Ağayi bu havanı ilk dəfə sazda ifa edib. Hava Mahur Hindil adında, Şikəstəyi Fars şöbəsində, aşıq deyimi ilə Şahbərdə, ümumi, qarı və baş, musiqi deyimi ilə sol və mi köklərində, həm də 4/2 ölçüsündə ifa olunur. Havanın sözləri folklor mətni olaraq 7 hecalı bayatıdır.